Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Azərbaycanın xalq artisti Nayibə Allahverdiyevə ağır itki yüz verib. Məlumata görə xalq artistinin qardaşı Arif Kərimov Rusiyada qəfil insult keçirərək vəfat edib. Bununla bağlı məlumat xalq artistinə bugün özəl telekanalların birində canlı yayımda qonaq olarkən bildirilib. Verilişdə xəbər alan Nayibə Allahverdiyevanın vəziyyəti pisləşib, efirdən çıxarılıb. Məşhur xalq artisti məlumatı təsdiq edib. Qeyd edək ki, Nayibə Allahverdiyeva teatr sənətinin ən önəmli aktrisalarından biridir. 2018-ci ildə isə xalq artisti fəxri adı ilə təltif olunub.